İnsülin müqaviməti əhali arasında çox populyar olunan bilinən bir məsələdir. Yəni qanda şəkər yüksəldikcə ona bağlı olaraq insulin hormonu yüksəlir və şəkəri neytrallaşdırmağa çalışır. Davamlı olaraq bu proses təkrar olunursa, artıq o şəkərə qarşı insulin bir cavabsızlığı olur. Biz bunu bir xəstəmiz, pasiyentimiz necə anlayır? Yeməkdən sonra yuxu basır, bel çevrəsində yağlanma baş verirsə, yəni bədən çəkisi artırsa, bu insanların demək olar ki, aşağı-yuxarı hamısında insulin müqaviməti vardır. Təbii ki, biz bunu laborator şəkildə analizlə təsdiq edirik. İnsülin müqavimətinin əlamətləri dəridə bəzən akantoz nigricans dediyimiz tünd qaramtıl rəngdə ləkələrlə bəzən bildirə bilir. Yaxud da boyun hissəyə pi toxumasının, pi yastığının olması ilə bəzən bilinə bilir. Təbii ki, bunu tibbi şəkildə biz laborator yoxlayıb müəyyən edə bilərik. Amma siz əgər yeməyə qarşı bir dözümsüzlük, şirniyyat yeyəndən sonra xüsusən ürəyinizə çox belə döyünmə, aclıq hissi sizə gəlirsə, əl ayağınız titrəyirsə, yeməkdən sonra yuxu basırsa, bel çevrənizdə yağlanmanız varsa, böyük ehtimal ki, artıq sizdə insulin müqaviməti başlamışdır. Mütləq bunun müalicəsi lazımdır. Çünki insulin müqaviməti şəkərli diabetə gedən bir yolun başlaması deməkdir.